Mən yadımda o vaxtlar belə mod kimi olmuşdu. Hamı özünə kamaz alırdı da. Ki, onda da daha çox ağır mallar çox satırdı. Un, şəkər tozu və əlaqə və s. Qənd. Deməli, bu mən də almışdım. Amma bir müddət keçəndən sonra gördük ki, yəni bu bir sərfəli iş deyil də, onu da bir əlavə üzəyə dərsər edirsən. Hətta uzun müddətə bir neçə il həmin öz sürücümüzə onu satdıqca yavaş-yavaş pulunu verərsən də, eybi yox. Yəni, amma kamaz, sən desəydilər, sənin kamazın var, adam gözünü silib ayrıdan şəyə baxırdı ki, yəni adamın kamazı olar. Yəni, Sovet cəmiyyətindən dəyişən insanlar bunu qəbul edə bilmirdi. Özəl şirkəti, sahibkarlığı, xüsusi mülkiyyəti, məsələn, adamın zavodu, fabriki olmağını. Yəni, amma şükürlər olsun ki, indi artıq o düşüncələr yavaş-yavaş əriyib gedib, sahibkar, milli burjuaziya, yəni sağlam, milli burjuaziya, dövlətin, xalqın xidmətçisi, yəni vələdizna, fırıllaq, nə bilim, spekulyant, nə bilim, alverçi, sahibkar haqqındakı bu Sovet cəmiyyətindən qalan bu düşüncələr, bu stereotiplər yavaş-yavaş əridi, yox oldu. Yəni, yox olmaq üzrədir. Amma yenə də mən hesab edirəm ki, dövlətin platforması olmadan sahibkarlıq öz inkişaf edə bilməz və sahibkarlığın inkişafı üçün mütləq sağlam zəmin olmalıdır, platforma olmalıdır və biz onda daha cəmiyyətə daha çox fayda vermiş oluruq. Allah'a şükür ki, bu günləri fəaliyyət göstərmək üçün daha böyük imkanlar var, xüsusilə cavanlar, gənclər.